Oldu ya, soyuqdan gedək. Ha, gedək bir dənə bu patresi sil də qardaşım. Hə. Ay sala. Bəsdir, bəsdir. Al, gedək. Qardaşım, mənim sənə nə qədər borcum var idi? Sən mənə 20 maddə 2 dəfə 20 manat, buyur. Çox sağ ol, minnətdaram. Təşəkkür edirəm. Ha, gör nə deyirəm? Yemək ye, bəlkə soyuq da var. Sən ağzından görürəm. Gəl gedək, gəl aparım səni. Gəl. Gedək. Gör nə deyirəm? Sən bəyəxardan götürmüşdüm mən. Şeydən də məhəllədə zibilin yanından. Nə olub ki? Qardaşım, gözündə nəsə var, sil. Getdi. Hə. Bu gün mənə yolda bir nəfər yaxınlaşdı. O mənim şüşəmi silib, məndən 1 manat pul istədi və mən ona bunun qarşılığında 20 manat pul verdim. O mənə qarnının çox ac olduğunu və havanın çox soyuq olduğunu dedim. Mən ona yemək yeməyə təklif etdim. O sevinə gəldi, əyləşdi maşına. Mən ondan harda yaşadığını soruşdum. Məhəllədə zibilin yanından və bunu orada ağlamaq tutdu. Əziz dostlar, bacardığınız qədər hamıya yardım edin. Qəmlə kədərlə sirdaş oldum. Onçun ağlardaş oldum. Qəmlə kədərlə sirdaş oldum. Onçun ağlardaş